Selamünaleyküm, her vaxtınız xeyir olsun. Əziz değerli izleyiciler, akşamki canlıda pişirdiğimiz dolmanın ağrıdır. Çok tatlı oldu, güzel kızarlar edin. Akşam da uşaqlar yiyip, tabii kazan qutarıb, Reza Salih'i dizdirəcəm. Bu da Zalatoy ananas, əsl ananas. Salih'in meyve vaxtı verəcəm inşallah. Götürmüşəm ki soysun, isinsin, çox soyuqdur. Телевизор новый. Çox dadlı çörəkdir. Xleb, televizor, dostovik, okusunu. Çox dadlı çörəkdir. Mən də elə bilirəm ki, adi yemək üçündür, demək tost yemiş çörək. Açdığım çörəyi belə qaba qoydum ki, qurumaz. Onları şkafa yerləşdirəcəm. Bismillah. Gördüm ki, bu səliqəsizdir. Fikirləşdim ki, burana səliqəyə salmaq lazımdır. Səliqəyə saldım belə makaronkalardır. Təbii baldır. Herkules. Bunlar ayaqqabıları yoxdur. Çalışacağım ki, bankaları ələ bileyim hamısını. Belə boş qabım var idi. Atmıram belə qabları istifadə edirəm. Bu para makaron ələ verəcəm bura. Bir makaron da var. Ələ verəcəm. Bunlar da qarışıb bir-birinə. Bunlar xrustiya xırtıldayan çörəkdir. Onu da hamısını ələ yığacam. Səliqə ilə yığacam. Axırda hamısını sizin için göstərəcəm. Buranı yığmışam. Bunları da adnarazı qablara yığacam. Salih'in yeməkləri səliqəyə salacam. Axırda hamısını göstərəcəm inşallah. Tripodum olmadığına görə tək ələ çəkirəm. Ona görə axırda hamısını səliqəyə salıb göstərəcəm. Kukuruzную manni kaşı. Bunlar da karışıp onları bir yığacağım. Onun biri de oradadır. Yığacağım hamısını buraya. Şeker var. İçinde şeker var. Pesok var. Bunlar da düğüdü. Bu da balacası. Belə alındı. Bu da İran şekeri. Simiç. Bunlar da çaydı. Yerleştirdim. Burada da belə alın. Bunlar da bizim Özbek çayımız, yəni kofeleri. Salih'in cibi. Burada belə. Çörəkləri də burada qoyum. Mənim üçün səliqə önəmlidir. Hər şey səliqəyə yığanda özüm də rahat olurum, götürəndə rahat olurum. Belə alındı. Əlimdən gəldiyi qədər səliqəli elədim. Keçirik bunları səliqəyə bir dənə qaba yığım. Dedim şey, hansı qablardadır. Belə adnarazı qabları yığacam səliqəyə. Belə bir qab var. Bu Özbek çayları yığacağım bunun içine. Çaylar belə alındı səliqə ilə. Temizləmək bitdi. Görəv sizə düşdü ki, dəstək olun, like verin, kanalımı paylaşın, zəhmət olmasa. Gözləyirəm sizdən. Duzları, istiyotları, onları da səliqə ilə yığmışam. Belə.